çirkab suyunu daşıyan maşınlar onu kanala axıdır. Söhbət Abşeron rayonu Məmmədli qəsəbəsindən gedir. Axıdılan tullantılar ekologiyanı körlüyür, vətəndaşların narahatlığına səbəb olur. Hündür mərtəbəli binaların sakinləri vəziyyətdən narazıdırlar. Onlar deyir ki, bu maşınların əlindən rahatlıq tapa bilmirlər. Bizim binadan 150-200 metr aralı bir yer var. Oradan kanal keçir və gəlir bizim yaşayış məskəninin düz 40 metrliyindən keçir. Həmin orada demək yuxarı tərəfdən 150 metr məsafə, 200 metr məsafədən ağır tonajlı kanalizasiya məhsulları, tullantılar daşıyan maşınlar gəlib ora boşaldır. Onlarla gün ərzində 15 reys, 20 reys boşaldırlar. O da öz növbəsində axaraq gəlib bu Məhəmmədi stansiyasının yanından keçir. Bizim yaşadığımız binanın 40 metrəliyindən. Bu da öz növbəsində xəstəliklərin baş alıb getdiyi bir zamanda bizim uşaqlar üçün, bizim nəvələr üçün, körpələr üçün və elə ümumilikdə bütün burada yaşayan sakinlər üçün çox ciddi problemlər yaradır. İsti yay günlərində pəncərələri belə açmaq olmur. Evin içi ifunətlə dolu olur, iynə. Məcbur oluruq, pəncərələri bağlayırıq. İsti yay günlərində qapalı şəraitdə otururuq. Nə uşaqlar nəfəs ala bilir, nə də özümüz. Binalarımızda yaşayan hamısı yaşlı sakinlər də çoxsu əziyyət çəkirlər. Otura bilmirik. Bir dəmin odanın, nərtdən, yaşlı adamlarıq. Üfunət ininə oturmaq. Əsasən də kilavar olanda vəbşə oturmaq olmur. İyi hər yeri basır. Xəzirdə heç olmasa biz hamısı iyi gəlir, amma gilavarda vəbşə oturmaq olmur. Həyata çıxmaq qeyri-mümkün. Çıxırıq, düzdür, ancaq nəfəs alın. Biz təmiz hava udmaq əvəzinə mikrob uduruq. Abşeron rayon İcra Hakimiyyətindən bildirildi ki, problemlə bağlı aidiyyatı qurumlara müraciət edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin isə məsələyə münasibəti belə oldu. Abşeron rayonu Məmmədli qəsəbəsi ərazisindən çirkab suların avtonəqliyyat vasitələri ilə daşınaraq yaxınlıqdakı kanala axıdılması ilə bağlı daxil olan şikayət əməkdaşlarımız tərəfindən araşdırılıb. Araşdırma zamanı KAMAZ markalı 2 nəqliyyat vasitəsi müəyyən olunub. Faktla bağlı akt tərtib olunub, nəqliyyat vasitələrinə məxsus olduğu şəxslərin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə müraciət olundu. Sürücülərin şəxsiyyəti müəyyən olunduqdan sonra hər bir sürücü barəsində cərimə tətbiq olunacaq. Nazirlikdən o da deyildi ki, su hövzələrinə çirkab su axıdılmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manata dək cərimə nəzərdə tutulub. Bu kimi qanun pozuntusu ilə rastlaşan vətəndaşlar 168 çağrı mərkəzinə məlumat verə bilərlər. Rövşən Tahir, Cavid Mehdiyev.